Yer üzərində onlarla dinlər var. Bunların bəziləri səmavi dinlərdir ki, əsli Allah Teala tərəfindən göndərilmiş dinlərdir. Bəziləri insanlar tərəfindən uydurulmuş dinlərdir. Yüzlərlə məzhəblər var, təriqətlər var ki, bu insanlar öz mənsub olduqları dinin, məzhəbin, təriqətin haqq olduğuna inanırlar, doğru olduğuna inanırlar. Niyə bu qədər dinlər var, niyə bu qədər məzhəblər var? Daha yaxşı olmazdımı ki, vahid bir din olsun? Və yaxud da məgər Allah Teala bu cür fərqli dinlər mi göndəribdi? Əsl həqiqətə baxsaq, Adəm əleyhissalamdan Həzrəti Muhammed sallallahu aleyhi və səlləm bütün birinci peyğəmbərdən sonuncu peyğəmbərə dək bütün dinlər vahid bir istiqamətə yönəlikdir. Vahid bir mənbədən də Allah Teala tərəfindən gəlib səmavi dinlər və insanları Allahı təslimiyyətə çağırıb. Hətta Quran-ı Kərimdə bu ayə var ha, Allah yanında din İslamdır. Bəzi təfsirçilərin rəyi də budur ki, burada İslamdan təkcə müsəlmanların etiqad bəslədiyi İslam dinindən getmir söhbət. İslam burada öz lüğəti mənasında təslimiyyət anlamındadır. Yəni, həqiqi din Allaha təslimiyyətdən ibarətdir. Bütün dinlər bu mənada İslama çağırış eləyib, yəni Allaha təslimiyyətə çağırış eləyib. Dinlərin kökündə ixtilaf olmayıbdır. Bütün ixtilaflar, bütün təhriflər sonraki dönəmlərdə müəyyən səbəblərdən irəli gəlibdir ki, hansıdır həmin səbəblər? Niyə dinlər təhriflərə məruz qaldı? Bir-birindən bu qədər fərqləndi. Və hətta o dərəcədə fərqləndi ki, dinlər arasında qanlı toqquşmalar baş verdi, qarşıdurmalar baş verdi. Nəinki dinlərdə, vahid bir dində belə biz bunu məzhəblər arasında müşahidə eləyirik. Ki, demək olar ki, bütün dinlərdə əlavə parçalanmalar baş verib, məzhəblərə parçalanıblar. Nədir bunun səbəbləri? Bir neçə səbəb qeyd edə bilərik. Səbəblərdən biri budur. Məqsədli şəkildə bəziləri dinlərə qarşı, haqq dinə qarşı mübarizə aparıb. Həmişə belə olub. Bunlar haqq dini parçalamaq istəyiblər, təhrif etmək istəyiblər. Haqq dinin içərisində təriqətlər formalaşdırıblar, təriqətlər yaradıblar. Baxın, məsələn, səlib yürüşündən sonraki dövrə Britaniya müstəmləkəçilik nazirliyi olub, nazirlik səviyyəsində bunlar bu məsələni tədqiq ediblər, araşdırıblar, şərqə insanlar göndəriblər. Həmin insanlar dini çox yüksək səviyyədə biliblər. Həddən artıq dini bilgilərə sahib olublar. Ərəb dilini yüksək səviyyədə biliblər, fars dilini yüksək səviyyədə biliblər, türk dilini yüksək səviyyədə biliblər. İslam coğrafiyasına yayılıb, İslam coğrafiyasında bu cür təhriflər yaratmağa çalışıblar. Və ya radikal fikirli insanları dəstək olublar, maliyyələşdiriblər, onları ortaya çıxarıblar. Heç uzağa getməyə, məsələn, Vəhhabiliyin yaranma tarixinə baxın, Mr. Henver tərəfindən Muhammed ibn Abdülvahhabın dəstəkləməklə, sonradan maddi dəstək, siyasi dəstək və sonunda İslam coğrafiyasında böyük bir xərçəng xəstəliyi kimi bir məsələ gəldi. Çıxdı ki, başladılar hamını, bu məzhəb ardıcıları təkfir etməyə, şirklə ittiham etməyə. Ki, bəzi maraqlı dairələr haqq dini həmişə qarşı çıxmaq istəyiblər. O haqq din ki, Allah Teala onu peyğəmbərlər vasitəsilə göndərib. Həmin haqq din insanın ağlına, insanın fitrətinə uyğun bir dindir. İkinci səbəb budur ki, haqqa qarşı inatkarlıq. Bəzi insanlarda haqq dinə, haqq məzhəbə, haqq düşüncəyə, haqq təfəkkürə, doğru düşüncəyə qarşı bir inatkarlıq formalaşıbdır. Baxmayaraq ki, həqiqət onlar üçün aşikardır, amma həqiqətə qarşı inatkarlıq eləyirlər, haqqı görməzdən gəlirlər. Necə ki, Quran-ı Kərimdə də Allah-u Teala Müminin surəsi 75-ci ayədə nə buyurur? Onların əksəriyyəti haqqı sevməzlər, haqqa nifrət edərlər. Və yaxud da وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ. Lakin onların çoxu şükür etməzlər. Çoxlu sayda bu cür ayələr var Quran-ı Kərimdə. Məsələn, Əbu Ləhəb Peyğəmbərə qarşı çıxdı. Məgər Peyğəmbərə qarşı çıxan müşriklər yaradıcının, xaliqin Allah olduğunu bilmirdilər. Quran-ı Kərimdə buyurur, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ. Əgər onlardan soruşsanız göyləri, yerləri kim yaradıb? لَيَقُولَنَّ Allah. Deyəcəklər ki, Allah yaradıb. Amma nə inirdilər? Yer üzərində Allah nümayəndəsini istəmirdilər. Dedilər, Allah var, Allah yaradıb. Amma Allah mənim deyir, işimə qarışmasın. Mən istədiyim kimi ağalıq eləyim. Çünki haqq din ki, bunların mənfəətinə xələl gətirirdi, bunların mənfəəti ilə ziddiyyət yaradırdı,
Ona görə də bunlar haqq dinə qarşı çıxmağa başladılar. Əbu Ləhəb Peyğəmbərin əmisi idi. Peyğəmbərə qarşı çıxan da elə ilk şəxs bu oldu. Ki, Peyğəmbər Quran-ı Kərimdə ayə nazil oldu. Və ənzir əşirətəkəl əqrabin, ən yaxın qohumlarını xəbərdar et. Bütün qohum əqrabasını yığdı və öz Peyğəmbərliyini aşkar etdi. Hətta orada bu söz dedi ki, kim mənim Peyğəmbərliyimi qəbul edərsə, mənə dəstək olarsa, o mənim vəzirimdir, mənim qardaşımdır, mənim vəsimdir və sizin aranızda xəlifənizdir. 3 dəfə bu məclisi təşkil edib, tarix kitablar bu cür qeyd edir, tarix Təbəridə də bu qeyd olunubdur. Hər dəfə də Əbu Ləhəb pozurdu məclisi. Üçüncüsündə yalnız Əmir əl-Mömin Əli ibn Əbi Talib əleyhissalam, 12-13 yaşında birisi, ayağa qalxıb dedi ki, mən ya Rasulallah. Əbu Ləhəb hətta sonradan Əbu Talibə tənə vurub deyirdi ki, oğlun sənin üzərində nədir? Xəlifədir, sənin başçındır, ged oğluna itaət et. Əbu Ləhəb pozdu bunu ki, dedi, təbbən ləkə, ölüm olsun sənə, bizi buna görə dəvət eləmişsən. Quran-ı Kərim bu ayələri nazil etdi, Məsəd surəsini. Təbbət yedə Əbi Ləhəbin və təbb. Əbu Ləhəbin əlləri qurusun və qurudu da. Onun malı, kəsb etdikləri ona heç bir kömək faydası olmadı. Bu surə nazil olanda, bu surə Quran-ı Kərim möcüzələrindən biri də, bunu da qeyd edeyim yeri gəlmişkən. Bu surə nazil olandan sonra Əbu Ləhəb 10 ilə qədər demək olar ki, yaşayıbdır. Çünki Əbu Ləhəb Bədr döyüşündə iştirak etməyib, Bədr döyüşündən bir həftə sonra ölübdür. O müddətə kimi Əbu Ləhəb yaşayıb. Əgər Əbu Ləhəb Peyğəmbəri yalancı çıxartmaqdan ötürü də iman gətirsəydi, Peyğəmbəri yalancı çıxarda bilərdi. Çünki Quran aşkarcasına bu surə deyir ki, Əbu Ləhəb cəhənnəmdir, cəhənnəmdə yanacaq. Səyəsilər nərən? O deyir, cəhənnəmə daxil olacaq. Əbu Ləhəb cəhənnəmə daxil. Quran bunu dedi. Bunu deyib 10 ildə hələ Əbu Ləhəb yaşayıb, Peyğəmbəri belə yalancı çıxartmaq üçün yalandan özünə iman gətirmiş kimi göstərib deyə bilərdi ki, bax sən yalan dedin, amma mən indi iman gətirdim. Gör, Quran nə qədər əminliklə bu surəni Allah nazil etdi ki, yəni Əbu Ləhəb iman gətirməyəcək. Və yaxud da biz baxırıq, məsələn, haqqa qarşı çıxanlara Əmir əl-Mömin əleyhissalamın dönəmində Təlhə və Zübeyir. Təlhə və Zübeyir vaxt vardı ki, Həzrət Əmir əl-Mömin əleyhissalamın yanındaydılar. 25 il Əmir əl-Mömin əleyhissalamla birgə olublar. Həzrət Əmir əl-Mömin əleyhissalam 3-cü xəlifənin vəfatından sonra, qətlə yetirilməsindən sonraki xəlifə oldu, rəsmi olaraq. Təlhə və Zübeyir düşündülər ki, Əli bizi indi vali təyin eləyəcək. Birimizi Küfəyə, o birimizi də Bəsriyə. Amma gördülər ki, Əli əleyhissalam bunları təyin etmədi. Çünki Əmir əl-Mömin əleyhissalam mənfəət-pərəstləri, dünya pərəstləri, şöhrət pərəstləri deyil, həqiqi imanı olanları vali təyin edirdi şəhərlərə. Hətta Muaviyyə ibn Əbu Süfyanla döyüşü də məhz buydu. İbn Abbas gəlib dedi ki, ya Əmir əl-Mömin, hələlik saxla Muaviyyə qalsın yerində. Güc taparsan, güclənərsən, möhkəmlənərsən, sonra onu çıxardarsan. Amma Həzrət buyurur ki, mən bir anda olsun batilin, haqqın yerində oturmağına razılıq verə bilmərəm. Təlhə Zübeyir gördü ki, bunlara heç bir pay düşmədi. Gəldilər ki, ya Əmir əl-Möminin, biz ümriyə getmək istəyirik. Həzrət buyurdu, beyətinizi təzəliyin, sonra gedin. Yenidən beyət etdilər, getdilər. Gedəndə Həzrət Əmir əl-Mömin əleyhissalam buyurdu ki, onlar ümrə istəmirlər, fitnə istəyirlər. Getdilər Məkkəyə, fitnə də törətdilər. Məgər bunlar bilmirdi haqq kimdir? Məgər onlar Əli əleyhissalamın doğrudan da haqq bir imam olduğunu bilmirdilər, bilirdilər. Amma Əli əleyhissalamın imaməti bunların mənfəətlərini təmin etmədiysə başladılar inkar etməyə, ona qarşı çıxmağa. Dünyaları əlindən çıxdı. Dünya umurdular, düşünürdülər ki, bir mənfəət əldə eləyəcək, edəmmədilər. İnsanların bəziləri də bu cürdür. Həqiqəti bilirlər, amma həqiqət onların mənfəətinə zidd olduqda həqiqəti inkar etməyə çalışırlar. Və yaxud da məsələn Xavaric. Xavaric bilirdi ki, Əmir əl-Mömin əleyhissalam haqdır, həqiqətdir. Amma yenə də Əmir əl-Mömin əleyhissalama qarşı çıxdılar. Hətta Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalamı təkfir etdilər, küfürdə ittiham etdilər. Demək ki, məzhəblərin, parçalanmaların yaranma səbəblərindən biri də nədir? İnatkarlıqdır, haqqa qarşı inatkarlıqdır.